Çox yaşamaq istəyirsinizsə, əvvəlcə videomuzu sonuna qədər dinləyin və bəyənməyi unutmayın. Uzun ömürlülük haqqında danışanda çoxumuz ürəyi, təzyiqi və yaxud şəkəri düşünürük. Amma son illərin elmi araşdırmaları göstərir ki, sağlam qocalmanın ən vacib açarlarından biri də bağırsaqlardır. Bəs niyə? Çünki immun sistemimizin təxminən 70%-i bağırsaqlarla əlaqəlidir. Bağırsaqlarda yaşayan trilyonlarla bakteriya təkcə həzmdə iştirak etmir. Onlar immun sistemi, maddələr mübadiləsini, beyin fəaliyyətini, hətta iltihab səviyyəsini idarə etməyə və orqanizmin mübarizə etməsinə kömək edir. Araşdırmalar göstərir ki, 90, hətta 100 yaşına qədər sağlam yaşayan insanlarda bağırsaq mikrobiotasının müxtəlifliyi daha yüksək olur. Bağırsaq bakteriyaları lifli qidalardan qısa zəncirli yağ turşuları hazırlayır. Bu maddələr bağırsaq divarını qoruyur, iltihabı azaldır və metabolik sağlamlığı isə dəstəkləyir. Əksinə, bağırsaq mikrobiotasının pozulması piyələnmə, tip 2 diabet, ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri və hətta demensiya riski ilə əlaqələndirilir. Bağırsaqlarınızın sağlamlığı üçün nə edə bilərsiniz? Hər gün tərəvəz və meyvə yeməyi unutmayın. Rasionunuza paxlalılar və tam taxıllı bitkilər əlavə edin. Fermentləşdirilmiş qidalardan istifadə edin. Məsələn, kələm turşusu. Lazımsız antibiotik qəbulundan çəkinin. Fiziki aktiv olun və kifayət qədər sağlam yuxu yatın. Uzun və sağlam ömür üçün təkcə nə qədər yaşadığımız deyil, necə yaşadığımız da vacibdir. Və bu yol çox zaman bağırsaqlardan başlayır. Şərhlərdə davam yazmağı unutmayın. Videomuzu daha çox insana çatması üçün paylaşın və səhifəmizə abunə olun. Özünüzə yaxşı baxın.